Salam, bugün sizinlə çox fərqli quymaq resepti paylaşacağım. Bunun üçün 1 stakan una, yarım çay qaşığı duz əlavə edib, duru hala gələnə kimi su əlavə edirik. Daha sonra 3 yemək qaşığı çörək yağını tavaya əlavə edib, aldığımız xəmiri də əlavə edib, bir tərəfinə sarı şiş əlavə etdikdən sonra ağzını bağlayırıq. Sadəcə bir tərəfini qızardacaq. Artıq bir tərəfi qızarıb, xəmirimizi çeviririk. Çevirdikdən sonra digər tərəfini qızartmırıq. Sonra mənim etdiyim kimi bu formada kəsəcəyik. 16 hissəyə kəsdikdən sonra üzərinə şəkər tozu əlavə edirik. İstəyə görə şəkər tozunu az və ya çox edə bilərsiniz. Şəkər tozu əlavə etdikdən sonra yenidən hamısını bir-birinə qarışdırırıq. Qarışdırdıqdan sonra yenə şəkər tozu əlavə edib ağzını bağlayıb yağa düşməsini gözləyirik. Və budur, artıq yağa düşüb. Görün necə gözəl görüntüsü var. Servis edib nuş edirik. Evdə mütləq sınayın.